Bugün hiperhidroz və yaxud da aşırı tərləmə və onun müalicəsində botulinum terapiya haqqında danışmaq istəyirəm. Hiperhidroz və yaxud da aşırı tərləmə birincili və ikincili ola bilər. Birincili hiperhidroz, buna başqa adla idiopatik hiperhidroz deyilir. Bunun əsasında simpatik sinir sisteminin aktivliyinin yüksək olması durur. İkincili hiperhidroz isə digər xəstəliklərin nəticəsi olaraq meydana gəlir. Bu ola bilər şəkərli diabet, ola bilər vərəm xəstələrində və yaxud da ola bilər hər hansı bir revmatik xəstəliyin nəticəsi kimi ortaya çıxsın və s. Yəni bu siyahı daha genişdir. Botulinum terapiya yalnız birincili hiperhidrozun müalicəsində tətbiq oluna bilər. Əslində hiperhidrozun müalicəsində başqa üsullar da var, cərrahi yöntəmlər var, simfodektomiya əməliyyatı, amma bu əməliyyatdır və hər hansı bir xoşa gəlməz bir hal müşahidə olunarsa bu zaman prosesi geri döndərmə mümkün olmur. Botulinum terapiya isə tətbiq olunduqda xoşa gəlməyən hər hansı bir hal yaranarsa, adətən bu çox az faiz hallarda yaranır, məsələn gücsüzlük və s. Bu halda bu proses çox qısa müddətə geriyə dönə bilir. Yəni təhlükəsiz bir prosedurdur. Hiperhidroz birinci və yaxud da ikincili ola bildiyi kimi, həm də bir tərəfli və yaxud da iki tərəfli ola bilər. Lokalizasiyası müxtəlif ola bilər qoltuq altı nahiyədə olsun, ola bilər ayaq altı nahiyədə olsun, ovuc içi ola bilər, baş dərisi nahiyəsində ola bilər və eləcə də digər nahiyələrdə. Prosedurdan öncə yaxşı olar ki, minor sınağı qoyaq. Bu zaman daha çox tərləmiş nahiyələri aydınlaşdırırıq və bundan sonra isə prosedurumuza keçirik. Prosedur cəmi 15-20 dəqiqəlik bir prosedurdur. Əslində ilk baxışda çox sadə, amma çox məsuliyyətli bir prosedurdur. Çünki burada əsas vacib məqam pasiyentin düzgün seçilməsi, eyni zamanda məhlulun qatılığının qadın və yaxud da kişiyə tətbiq olunmasından asılı olaraq qatılığının düzgün hazırlanması və tətbiq olunan nahiyədə düzgün texnikanın istifadə olunması durur. Ümumiyyətlə preparatın təsiri 48-72 saat müddətində ortaya çıxır və tam effekt 2-3 həftə ərzində alınır. Hiperhidrozun müalicəsində botulinum terapiya tətbiq olunduqda qalıcılıq müddəti əgər üz bölgəsində 3-6 ay deyiriksə, digər nahiyələrdə, yəni qoltuq altı zonada və eləcə də ovuc içi zonada daha artıq müddət qala bilir. 6 aydan 9 aya qədər, bəzi pasientlərdə hətta 1 il və daha artıq qala bilir. Və onu qeyd edeyim ki, seanslar mütəmadi şəkildə həyata keçirildikdə artıq tər vəzlərinin təri ifraz eləmə funksiyası da normallaşmağa başlayır və hər növbəti seansdan daha yaxşı nəticələr alınır.